Bu günlərdə nə haldaydı bilmirəm, mən sizə sual verirəm. 18 yaşında bir xanımın qoluna girib aparmalıdılar Peyğəmbərin məzarına. Xanımlara dedi, qolumdan tutun gedim, axırıncı gün Peyğəmbəri atamı ziyarət eləmək istəyirəm. Yazırlar evindən, oranı ziyarət eləyənlər görüb də Peyğəmbər xanım Zəhran. Evindən məzarına gedənəcə neçə yerdə oturdu. Dedi, Diyanım mən oturum, hərəkət eləyə bilmirəm, taqətim yoxdur. Qabırğanın ağrısı pis olur deyirlər, nəfəs almaq olmur. Gəldi Peyğəmbərin məzarının üstünə. Ya əbəta, rufiət qüvvəti, ata gücüm tükənib dayı. Dayı qüvvətim qalmadı. Və şəmu təbii ə'dai, mənə dil yarası vururlar. Ata bilirsən mənə nə dillər? Dillər Beytulmaldan oğurluq eləyirsən. Mənə deyirlər Beytulmala əl uzadırsan. Zeynəb deyir, anam məsciddən qayıtdı. Gördüm üzü qibliyə dayanıb dua eləməyə. Əllərin duaya qaldırdı. Mən sevindim ki, anam bəlkə özünə şəfa istəyər. Amma elə bir dua elədi ki, məni məyus elədi. Üzü qibliyə dayandı. Dedik, göstərdi atam əlini, ilahi sən and verirəm o dizlərini qucaqlayıb oturan qərib, məzlum əlinin haqqına.